dalğa. Həndəsi optikanı keçdik uşaqlar. Kiminsə sualı varmı həndəsi optika ilə bağlı? Dalğa optikası. Dedik ki, işıq şüaları həm özünü zərrəcik kimi, həm də özünü dalğa kimi aparır. Zərrəcik kimi özünü apardığı hadisələri biz öyrəndik. İndi işıq şüalarının özünü dalğa formasında aparmasını öyrənirik. Birinci hadisə işığın dispersiyası. İşıq şüalarının dispersiyası. Dispersiya nə deməkdir uşaqlar? Deyilir ki, bir şüşə prizmamız var, şüşə prizma. Şüşə prizmanın səthinə ağ işıq şüaları düşür. Şüşə prizmanın səthinə ağ işıq şüaları düşür və bu ağ işıq şüaları 7 rəngə ayrılır. Yəni, göy qurşağının rəngləri kimi. Dedik ki, 1, 2, 3, 4, yəni də yuxarıdan verək, 5. Bu dispersiya nədir? Dispersiya. İşığın dispersiyası. Dispersiyası. İşıq şüalarının dispersiyası. İndi tərifini də deyərik. 1, 2, 3, 4, 5, 6, bir yana da 7. Təşəkkürlər. Yedi dənə rəngi ayrıldı. Dedik ki, birincisi olacaq qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. 7 dənə rəngi ayrıldı. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Bənövşəyi. Bu da düşən şüa ağ işıq şüalarıdır. Dedi ki, ağ işıq şüaları şüşə prizmanın səthinə düşdükdə 7 dənə rəngi ayrıldı. Yəni hər bir işığın uşaqlar, hər bir daha doğrusu rəngin özünün sındırma əmsalı və tezliyi var. Dispersiya hadisəsi nə deməkdir? Dispersiya hadisəsi deyərik ki, sındırma əmsalının tezlikdən asılı olması hadisəsidir. Sındırma əmsalı tezlikdən asılı olması hadisəsinə dispersiya deyirlər. Və biz bundan əvvəl elektromagnetik dalğaları keçmişdik. Dedik ki, elektromagnetik dalğaların növləri hansılardır? Dedik ki, radyo dalğaları, infraqırmızı şüalar, görünən işıq şüaları, düzdür, rahat işə gedən uşaqlar rentgenə qaçdılar. Baxaq, radyo dalğa, buradan bir şey deyim, radyo dalğa, infraqırmızı şüalar, infraqırmızı, görünən işıq şüaları, hansı ki burada görünən işıq şüaları var, bu 7 dənə rəngə ayrılırdı, həmin rənglər bunlardır. Ultrabənövşəyi, rentgen şüaları, bir də qamma şüaları. Şöyle buradan yuxarıdan aşağı düşdükcə tezlik nə olurdu? Artırdı, düzdür? Baba, yuxarıdan aşağı düşdükcə tezlik artırdı, dalğa uzunluğu azalırdı. İndi bax, aşağıdan yuxarı qalxsaq, onda tezlik azalar, dalğa uzunluğu nə olar? Artar. Dalğa uzunluğu artar. İndi gəldik bu dispersiya hadisəsində. Dispersiya hadisəsində ən çox dalğa uzunluğuna malik olan rəng hansıdır? Deyərik ki, qırmızı rəngin dalğa uzunluğu ən böyükdür, tezliyi ən kiçikdir. Bənövşəyi rəngin dalğa uzunluğu ən kiçikdir, amma tezliyi nədir? Maksimumdur.
Deməli, bəs yaxşı, sındırma əmsalı hansında ən böyük, hansında ən kiçikdir? Dedik ki, işıq şüalarının, yəni bu rənglərin, daha doğrusu, bu 7 dənə rəngə ayrılmış spektrdir də, burada spektr deyirik. Spektrdə 7 rəng ayrılır. Həmin o hər bir rəngin özü sındırma əmsalı olur. Ən böyük sındırma əmsalı hansında olar? Tezliyi çox olanda. Niyə tezliyi çox olanda? Çünki biz dedik, sındırma əmsalının tezlikdən asılı olması hadisəsi nə adlanır? Dispersiya adlanır. Başa düşdükmü bunu uşaqlar? Çətinlik varmı? Deyərik ki, ən çox sınan hansı olacaq? Ən çox sınan şüa. Deməli, dispersiya hadisəsində ən çox sınan şüa, ən çox sınan şüa, ən çox sınan rəng, belə deyim. Olacaq nə? Bənövşəyi. Ən az sınan rəng hansıdır? Qırmızı. Deyirik ki, bu şüşə prizmanın təpə nöqtəsi, baba A nöqtəsi hardadırsa, təpə nöqtəsinə yaxın olan rəng qırmızı rəngdir. Bax, bunu yadda saxlayın. Təpə nöqtəsinə yaxın olan rəng qırmızı rəngdir. Bura qədər çətinlik varmı? Davam edək. Dedik ki, yaxşı, biz sürətin düsturunu yazaq və bərabərdir nədir? S bölünsün N. İşığın mühitdə yayılma sürəti V bərabərdir vakuumdakindən sındırma əmsalı qədər azdır. Düzdür, V bərabərdir S bölünsün N. Bənövşəyi rəngin sındırma əmsalı ən çoxdursa, onda yayılma sürətinə görə hansı rəngin sürəti ən kiçikdir? Bənövşəyi rəngin sürəti ən kiçikdir. Onda deyirik ki, qırmızı rəngin sürəti C bölünsün N qırmızı, sındırma əmsalı ən kiçik olduğuna görə sürəti ən böyükdür. Yəni, dispersiya hadisəsində qırmızı rəngin dalğa uzunluğu böyükdür. Sonra deyirik ki, hansı sürəti böyükdür. Sındırma əmsalı azdır, tezliyi azdır. Gəldik bənövşəyi rəngin. Deməli, dalğa uzunluğu minimumdur. Sürəti V minimumdur. Sındırma əmsalı maksimumdur. Tezliyi də maksimumdur. Lambda bərabərdir. Lambda 0 bölünsün N düsturuna əsasən. Yəni, deyirik ki, sındırma əmsalı artarsa dalğa uzunluğu azalır. Sonra V bərabərdir lambda vurulsun N. Bu düsturlardan istifadə edərik. S bərabərdir. Yazarıq lambda 0 vurulsun N. İşığın vakuumda yayılma sürəti. Bir də işığın mühitdəki yayılma sürətindən aşıdır. Dedik ki, burada da eyni ilə dediklərimiz lambda 2-nin lambda 1-ə nisbəti, N1-in N2-yə nisbətidir. V1-in V2-yə nisbəti bərabərdir, N2-nin N1-ə nisbətidir. Bu dəyənələrin hamısı da burada keçərlidir. Dispersiya hadisəsində keçərlidir. Əsas indi dediklərimiz nədir? Dispersiya hadisəsi nədir? Tezliyin sındırma əmsalına asılı olması hadisəsi dispersiya adlanır. Ağ işıq şüşə prizmanın səthində 7 dənə rəngə ayrılır. Bu rəngləri biz necə yadda saxlayarıq? Qarı, nənənin, sarı, yubqası, məclisə gələnlər bəyəndi. Yəni, qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşə. 7 dənə rəngdir. Deyərik ki, ən çox sınan, yəni ən çox meyl edən. Ən çox sınan, ən çox meyl edən deməkdir. Bənövşəyidir. Ən az sınan qırmızıdır. Təpə nöqtəsinə yaxın olan şüa qırmızı rəngdir. Aydındır uşaqlar. Problem varmı dispersiya hadisəsində? Dispersiya hadisəsi bu qədərdir. Keçirik indi interferensiya hadisəsinə. İşığın interferensiyası. İşığın interferensiyası. Deyirik ki,
Dalgalar bir yere yığılır. Gah bir-birini gücləndirir, gah da bir-birini zəiflədir. Deyirik ki, baxaq, tutaq ki, iki dənə, bir dəqiqə, iki dənə, bir mənbəm var, bir S1 mənbəsi, burada da S2 mənbəsi. Burada yayılır, baba, dalga yayıldı bura qədər. Buradan da deyirik ki, həmin dalga yayılacaq. Bax, bu şəkildə. İndi deyərik ki, dalgalar birləşərək ya bir-birini gücləndirəcək, ya da bir-birini zəiflədəcək. Gücləndirərsə, dalgalar güclənərsə, interferensiyanın, deməli, necə dalga olar? Maksimum dalga olar da, hələ ki, onları yazmırıq, sadəcə qısa deyirəm. Dalgalar güclənərsə, bu zaman maksimum dalga yaranar. Zəifləyərsə, bu zaman minimum dalga deyirik. Deməli, interferensiya anlayışının iki cür forması var. Bir deyərik interferensiyanın maksimumlar şərti, bir də minimumlar şərti. Maksimumlar şərtində dalgaların güclənməsi, minimumlar şərtində isə dalgaların zəiflənməsi deməkdir. İndi deyirik ki, nə vaxt dalgalar bir-birini gücləndirər, nə vaxt bir-birini zəiflədər. Baxırıq, deyirik ki, bu tutaq ki, deyirik ki, yollar fərqinə görə təyin edirik. Yollar fərqinə görə təyin edirik. Onu belə göstərək. Dalgalar əgər bir-birini gücləndirərsə, buna dedik interferensiyanın maksimumlar şərti. İndi burada deyək ki, yollar fərqi. Yollar fərqi anlayışı nə deməkdir? Tutaq ki, buradakı birinci dalga uzunluğu 5 lambdadır, məsələn. Buradakı ikinci dalgadır, bunun da dalga uzunluğu 4 lambdadır. Yollar fərqi nə deməkdir? Delta D deməkdir də, düzdür? Lambda 2 çıxılsın, lambda 1. Bəs, yaxşı. Onda belə bir şey deyək. Əgər yollar fərqi dalga uzunluqlarının tam misillərinə bərabər olarsa. Yəni, burada K-nın ala biləcəyi qiymətlər K bərabərdir 0, 1, 2, 3, 4, 5 tam ədədlər çoxluğu. Onda yollar fərqi dedik ki, dalga uzunluğu tam misillə bərabər olarsa, bu zaman interferensiyanın maksimumlar şərti ödənər. Yəni, dalgalar bir-birini gücləndirər. Dedik ki, bəs yaxşı. Delta T bərabərdir lambda K, bu oldu maksimumlar şərti. Bəs yaxşı. Bu dalga yayılırsa, hər hansı bir amplitud üzrə yayılır da, düzdür. Onda amplitudu işarə eləyirik A1, bunun da amplitudunu işarə eləyirik A2. Onda əgər dalgalar bir-birini gücləndirərsə, onda biz deyərik ki, amplitudlar necə tapılar? Adi şəkildə toplanar. A1 plus A2. Bəs iki dalga arasındakı faza fərqini necə taparıq? İki dalga arasındakı faza fərqini belə tapırıq uşaqlar. Baxın. Biz bundan əvvəl demişdik ki, bir dalga uzunluğun 2pi'yə uyğundur. Delta D qədər yollar fərqim delta fi'yə uyğundur. Düzdür? Onda buradan delta fi'ni tapanda delta fi bərabərdir 2pi delta D bölünsün lambdadır. Düzdür? İndi biz burada dedik ki, əgər interferensiyanın maksimumlar şərti ödənərsə, delta D lambda K deyil, 2pi vurulsun, lambda vurulsun, K bölünsün lambdaya. Lambdalar ixtisar getdi. Onda fazalar fərqi bərabərdir 2pi K. Olarsa interferensiyanın maksimumlar şərti ödənilir. Yollar fərqi delta D deməkdir. Yollar fərqi. Bunun adı yollar fərqidir. Fərqi. Bəs delta D bərabərdir nədir? 1 metr. Yollar fərqi vahidi 1 metrdir. Uşaqlar, interferensiyanın
maksimumlar şərtinə aiddir. Bir sualımız var mı? Yəni interferensiya ümumiyyətlə nə deməkdir? İnterferensiya dalğaların bir-birini gücləndirməsi və ya bir-birini zəiflətməsi adlanır. Hansı dalğaların? Koherent dalğaların. Koherent dalğalar nədir? Dalğa uzunluqları eyni, fazalar fərqi sabit qalan dalğalara koherent dalğalar deyirlər. Bəs interferensiyanın maksimum və minimum olması hansı şərtlərə aiddir? Koherent dalğalara aiddir. Dalğa uzunluqları eyni, fazalar fərqi isə sabit qalan dalğalara koherent dalğalar deyilir. İnterferensiyanın maksimumlar şərtini keçdik. İndi keçirik interferensiyanın minimumlar şərti. Minimumlar şərti. Minimumlar şərtində nə olmalıdır? Dalğalar bir-birini zəiflətməlidir. Onda ən rahatı amplitudlar nə olur? Çıxılır. Ən rahatı budur. 2. Bəs yaxşı, amplitudlar çıxılırsa, bəs yollar fərqini necə tapırıq? Deyilir ki, yollar fərqi, bax, 2K plus 1 vurulsun lambda bölünsün 2. Yəni, burada K ədədi 0, 1, 2, 3, 4, 5. İndi bunu necə yadda saxlayırıq? K-nın yerinə, məsələn, 1 yazdıq. Olur nə? Olur 1,5 lambda. Yəni, delta D bərabərdir 1,5 lambda. Delta D bərabərdir 2,5 lambda. Delta D bərabərdir 3,5 lambda. Bu hallarda, bütün hallarda interferensiyanın minimumlar şərtidir. Onsuz da maksimumlar şərtində delta D bərabərdir lambda vuraq K-dır. Yəni tam ədədlərdir. Burada bütöv lambda alınır. Amma kəsirli olan ədəd alınırsa, burada dedik ki, interferensiyanın minimumlar şərti ödənilir. Və bunun modulda da götürə bilərik uşaqlar. 3. Bəs fazalar fərqini necə tapırıq? Bu yollar fərqidir. Onda delta fi bərabərdir. Elə bayaqki kimi yazsaq, delta t-nin yerinə qoysaq, olacaq pi vurulsun 2K plus 1. Fazalar fərqi ilə bu cür dəyişən dalğalar interferensiyanın minimumlar şərtini ödənir. Dedik ki, interferensiya optikanın şəffaflandırılması üçün istifadə olunur. İnterferensiya mənzərəsi də bu şəkildədir. İnterferensiya mənzərəsi iki cür olur, maksimum və minimum. İnterferensiyanın tərifi nədir? Dalğaların bir-birini gücləndirməsi və ya bir-birini zəiflətməsi. Əgər dalğalar bir-birini gücləndirərsə, interferensiyanın maksimumlar şərti. Əgər dalğalar bir-birini zəiflədərsə, interferensiyanın minimumlar şərti ödənilir. Maksimumlarda amplitudlar toplanılır, minimumlarda isə hər dalğanın yaratdığı amplitudlar çıxılır. Bu qədər uşaqlar. İnterferensiyaya aid sual yoxdursa, keçək işığın difraksiyası. 4 dənə hadisədir. İşığın difraksiyası. Aha. İşığın difraksiyası nədir? Biz bundan əvvəl dərsdə keçmişdik ki, işıq bir cism mühitdə düz xətt boyunca yayılır. Amma difraksiyada deyilir ki, difraksiyada nə deyilir? Deyir ki, işıq şüaları maniyənin aşması difraksiya adlanır. Yəni, işıq şüaları maniyəsini aşması nə deməkdir? Yəni, deyir ki, difraksiya qəfəsi deyilən anlayış var. Difraksiya qəfəsi. Difraksiya qəfəsi nədir? Baxın uşaqlar. Bir qaranlıq hissə, bura açıq hissədir. Bura qaranlıq hissədir. Bura qaranlıq hissə, açıq hissə. Qaranlıq hissə, açıq hissə. Qaranlıq hissə, açıq hissə, bir də qaranlıq hissə. Aha. Baba, bu hissəm olacaq A, bu hissəm olacaq B. Bütöv bu hissəyə deyilir qəfəs periodu. Qəfəs periodu. Qəfəs periodu D hərfi ilə işarə olunur. Vahidi bir metrdir. Yəni, məsafəni xarakterizə edir uşaqlar. Yəni, zaman deyil. Adı sadəcə qəfəs periodudur.
və bunun qiyməti D bərabərdir A plus B-dir. Hazırlandığı maddənin növündən asılıdır. Deməli, bu qəfəsdə daha doğrusu n sayda ştrixlərin sayı n ola bilər. Qəfəsin uzunluğu da L olur. Onda deyir ki, n sayda ştrixlərin sayı var burada. Bu qəfəs periyodunun düsturu D bərabərdir L bölünsün N. Qəfəs periyodun düsturu. Baba, D bərabərdir L bölünsün N. L burada qəfəsin uzunluğudur uşaqlar. N isə burada qaranlıq və açıq hissələrdə olan ştrixlərin sayı. Sonra davam edək. Aha. İndi dedi ki, bu qaranlıq və açıq hissədən işıq şüaları düşəcək. Düzdür. Məsələn, deyirik ki, burada işıq şüaları salırıq. Bax, belə bu şəkildə. Qaranlıq hissənin üzərinə düşəndə onsuz da əks olunur, geriyə gedir. Amma bu hissədən düşəndə baba burada alınır spektr. Bax, bu spektr. Bu spektrdə rənglər var. Rənglərə ayrılır. Məsəl üçün, bir dənəsini göstərirəm. Deyilir ki, baba, işıq şüası düşdü. Bu vaxt sındı. Gəldi biri belə, digəri də belə gəldi, tutaq ki. Bax, bunların arasında, bu ortada rənglər var. Baba, bu olacaq fi bucağı. Difraksiya, dispersiyanın tam əksidir. Yəni, burada difraksiyada ən çox meyl edən olacaq. Ən çox meyl edən, baba, bu rəngdir. Hansı ki, buna deyirik, hansı olacaq sizdə uşaqlar? Bax, difraksiya qəfəsin periyodu üçün düstur deyim, bundan sonra qaydarıq bura. D sinus fi bərabərdir lambda vurulsun K. D burada qəfəs periyodudur. Fi bucaqdır, baba, bu bucaqdır. Lambda dalğa uzunluğu, K nədir? Bəs tərtib. K-nın qiyməti 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və bu cür dəyişir. Sadəcə K-nın adı nədir? Tərtib. Tərtib. Deməli, indi baba, sinus fini buradan tapsam, bərabərdir nə olar? Lambda vurulsun K bölünsün D. Ən çox meyl etmək, bucağı ən çox olmaq deməkdir. Bucaq ən çoxdursa, dalğa uzunluğu ən çoxdur. Dalğa uzunluğu ən çox olan rəng hansıydı? Bunu artıq siz deməlisiniz. Kim deyə bilər? Dalğa uzunluğu Dalğa uzunluğu qırmızı. Qırmızı. Deməli, difraksiyada ən çox meyl edən hansı olacaq? Qırmızı. Onda ən çox qırmızıdır. Onda ən az meyl edən olacaq. Bənövşəyi. Bəs bu aralıqda yerləşənlər qarı, nənəni, sarı, yubqası, məclisə gələnlər bəyəndi. Narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi isə bu aralıqda yerləşir. Aydındır. Deməli, dalğa uzunluğu maksimum olanlar. Hansıdır? Qırmızı. Ən çox meyl edən hansıdır? Qırmızı. Başa düşdük uşaqlar. Problem var mı? Ən az sınan hansıdır? Deməli, ən çox sınan qırmızı, ən az sınan bənövşəyidir. Bənövşəyi. Qutardı, getdi. Bura qədər sualımız var mı uşaqlar? Silə bilərəm lütfəni. İndi bunun davamını yuxarıdan yazacağım.
Bunun davamını yuxarıdan yazarıq. Aha. Dedik ki, indi difraksiya qəfəsi, difraksiyada iki şərt ödənilir. Maksimumlar şərti. Maksimumlar şərti. Deyirik ki, hansı ki D sinus fi bərabərdir lambda vurulsun k maksimum. Buradaki asıllıqlardan danışaq, sonra minimumlar şərtini qeyd edək. Bax, D burada heç nə asıl deyil. Bax, D nə lambdadan, nə də k-dan nədir? Asıl deyil. Qəfəs periodu yalnız hazırlandığı maddənin növünə asılıdır. Bu bir. Sinus fi meyl bucağıdır. Lambda vurulsun k maksimum bölünsün D. Yani burada deyirik ki sinus fi lambda ile düz D ile ters münasebi. Sonra lambdanı tapa bilərik. K maksimumu tapaq. K maksimum bərabərdir. D sinus fi bölünsün lambdaya. Onda K maksimum lambdaya. K maksimum lambda ilə ters. Onda D ilə necə mütənasibdir? K max D ilə düz mütənasibdir. Bu asıllıqları yadda saxlayın. D heç nə asıl deyil. Belə. Dedik ki, bax K'ya deyirik ki, maksimum tərtib. 1 ola bilər, 2 ola bilər, 3 ola bilər. Maksimum tərtib. K bərabərdir 1 olanda neçə dənə maksimum alınır? Aha. Onda K bərabərdir 1 olanda neçə dənə maksimum alınması üçün? Bax, burada həmişə uşaqlar, mərkəz hissədə həmişə maksimum olur. Bax, bura mərkəzi maksimumdur. Mərkəz, bax, bura maksimumdur. Bunun ətrafında minimum var. Bax, bu tərəf minimumdur. Sonra yenə maksimum gəlir. Sonra yenə minimum. İki maksimumun arasında bir minimum var. Ona görə də həmişə K'nın yerinə 1 yazanda neçə dənə maksimum olur? 2K plus 1 qədər maksimum olur. Yəni 2K plus 1 neçə eləyir? 3 dənə maksimum. İnterferensiyanın 3 dənə maksimumları olur. Amma 2 dənə minimumları olur. Çünki həmişə işıq şüalar mərkəzi, bax, sıfırıncı şüa, sıfır hissəsi, K bərabərdir sıfır hissəsi həmişə mərkəzi maksimumdur. Onun ətrafında minimumlar var. Yəni bir də burada işığın interferensiyası da rol oynayır. Buna görə deyilir ki, K bərabərdir. Məsələn, 2 halında difraksiya qəfəsində neçə dənə maksimum alınır? K bərabərdir 2 olanda 5 dənə maksimum var. Neçə dənə minimumdur? 4 dənə. Başa düşürsünüz nə demək istəyirik? Difraksiya qəfəsində, spektrdə neçə dənə maksimum alınır? Məsəl üçün, K bərabərdir 3 olarsa, neçə dənə maksimum var? 7 dənə. Neçə dənə minimum var? 6 dənə. Çünki mərkəzi maksimum və onun ətrafında minimumlar yerləşir. Difraksiya qəfəsində maksimumlar şərti də bu şəkildə. Qutardı getdi. D sinus fi bərabərdir lambda K maksimum. D burada qəfəs periyodudur, vahidi metrdir. K burada tərtibdir. 1, 2, 3, maksimum tərtib 1, 1 deyəndə K'nın yerinə 1. Maksimum tərtib 2, K'nın yerinə 2 qoyursan. Maksimum tərtib 3, K'nın yerinə 3 qoyursan. Belə. İnterferensiyanın da bir dənə var, minimumlar şərti. Üzr istəyirəm, difraksiyanın da var, minimumlar şərti. O dediyimiz maksimumlar idi. Minimumlar şərti üçün də düstur. Düstur olaraq sizdən soruşula bilər. Onda belə yazırıq. D sinus fi bərabərdir 2K plus 1 vurulsun lambda bölünsün 2. Burada da K'nın yerinə 1, 2, 3, 4, 5, 6, 7 yazaraq həll eləmək olar. Bu da oldu difraksiya. Axırıncısı alınır. Hansı ki biz buna deyirik işığın polyarlaşması.
Qısa dərsdir. Aha. İşığın polyarlaşması. Dedik ki, işıq şüaları elə hadisələr var ki, özünü zərrəcik, elə hadisələr var ki, özünü dalğa kimi aparır. Bax, polyarlaşma hadisəsi işıq şüalarının özünü dalğa kimi aparmasını sübut edən bir hadisədir. Məsələn, deyilir ki, tutaq ki, bir turmalin kristalım var. Bax, turmalin kristalı. Bu belə qeyd edirəm mən həmişə. Bax, belə. Və buradan işıq şüaları göndəririk. Bu işıq şüaları buradan keçir. Düz gedir. Deyilir ki, təcrübə prosesində deyilir ki, yaxşı, bu səfər turmalin kristalını 2 dəfə qoyaq. 2 dənə, yəni bunun ətrafına bir dənə də turmalin kristalı qoyaq. Eyni ilə. Eyni ilə ikinci turmalin kristalı qoyulur. Və görülür ki, yenə də eyni ilə işıq şüaları düz keçir. Bu bizə heç nəyi vermir. Deyilir ki, bu səfər I maksimumdur. İşıq şüaları intensivliyi maksimumdur. İntensivlik maksimumdur. Bəs yaxşı. Deyilir ki, gəl birincisinə dəymədən. Birinci ilə ikinci turmalin kristalı arasındakı bir balaca bucaq əmələ gətirək. Aha, birinci ilə ikinci arasındakı bucaq, hər hansısa bir bucaq əmələ gələndə, müəyyən qədər bucaq əmələ gəldi, fi bucağı və ya alfa bucağı, görülür ki, bu səfər işığın intensivliyi azalır. Və bu prosesi davam elətdirirlər. Deyilir ki, onda ikinci turmalin kristalını elə yerləşdirək ki, birinci turmalin kristalına perpendikulyar olsun. Aha, görülürlər ki, artıq bu səfər bundan işıq şüası keçmir. İşığın intensivliyi olur 0. Onda deyilir ki, həmişə bu birinci, bu ikinci. Birinci ilə ikinci turmalin kristalı arasındakı bucaq alfa bərabərdir 0 dərəcə olarsa, bu zaman işıq şüaları maksimumdur. Aha. Onda deyilir ki, birinci ilə ikinci turmalin kristalı arasındakı bucaq 90 dərəcə olarsa, bu zaman işığın intensivliyi 0 olur. Aha. Bunun üçün düstur I bərabərdir I0 kosinus kvadratı alfa. Kosinus 90 dərəcədə 0 olduğundan işığın intensivliyi 0 olar. 0 dərəcədə də kosinus alfa 1 olduğundan işığın intensivliyi maksimum. Bu da oldu və buna görə deyilir ki, işıq şüaları nədir? İşığın polyarlaşması eninə dalğa olmasını, işıq şüalarının eninə dalğa olmasını sübut edir. Əgər birinci haldakı kimi yenə də işıq şüaları maksimum keçməyə davam etsəydi, onda deyərdik ki, işıq şüaları bir zərrəcikdir. Amma ikinci turmalin kristalından keçə bilmədiyinə görə deyir ki, işıq şüaları dalğadır və bu dalğa da eninə dalğadır. Biz ona görə deyilir ki, işıq şüaları eninə dalğadır. Başa düşdük bunda uşaqlar. Yəni, burada əsas məsələ turmalin kristalları arasındakı bucağın təyin olunmasıdır. Məsəl üçün, mənə deyilir ki, məsələ həllində, bu bir dənə məsələ deyək. Tutaq ki, deyilir ki, birinci turmalin kristalı ilə ikinci turmalin kristalı arasındakı bucaq alfa bərabərdir, 30 dərəcədir. Aha, işıq şüalarının maksimum olması üçün nə etmək lazımdır? Aha. İkinci turmalin kristalını hansı tərəfə hərəkət etdirməliyəm? Belə deyək. Kim deyə bilər? Elə bil ki, budur da. 30 dərəcəli bucaq əmələ gəlir. Məsələn, belə çəkirik. İşıq şüaları bax, burada tam keçmir. Maksimum keçə bilməsi üçün
Neynəməliyəm? Burada 30 30 dərəcə. dərəcə sola verirəm. 30 dərəcə neynəməliyəm? Sola verməliyəm. Bax, şəkil tutaq ki, bu şəkildəsə 30 dərəcə sola. İşıq şüasının minimum olması üçün neynəməliyəm? 60 dərəcə sağa. 60 dərəcə sağ, aşağı hərəkəti var. Bu şəkildə sağ hərəkət etdirməliyəm ki, nə olsun? İşıq şüaları minimum olsun. 30 dərəcə geriyə verməliyəm ki, işıq şüaları nə olsun? Maksimum olsun. Aydın uşaqlar. Bu da oldu dalga optikası. Bugünkü dərsimiz tez bitdi. Bura qədər əgər kiminsə sualı varsa deyə bilər.